Bilum deyir ki, insanın qohumlarından pisliklər görməsi, nankorluq görməsi nə ilə əlaqəlidir sizcə? Bu alın yazısıdır. Sen indi yəqin gəldin, bayaq bu haqda danışdım. Bu fikir İncil kitabının sinəsindədir. Quran aydın deyir ki, o kəslər ki, bu Qurana və ondan öncə gələn Tevrat, Zəbur, İncilə iman gətirirsə, məhz onlar Rəbbi tərəfindən göstərilmiş doğru yoldadırlar. Deməli, kimlər ki, bu İncilin, Quranın, Tevratın sinəsindən xəbərsizdir, onlar yanlış yoldadır. Kimlər də ki, o kitabları qəbul edib Quranı rədd edirlər, onlar da yanlış yoldadırlar. Bu kitabların hərəsinin sinəsində bu gün üçün müəyyən hikmətlər var ki, Allah Teala onu kitabların arasında gizli saxlayıb, bugün də süfrəyə düzü sizlərə çatdırır. Nitqlə. Allah hər kəsin üzərindədir. Allah ruhdur hər insanda. Bizi yeridən, yürüdən, danışdıran, yatızdıran, durğuzan, bunun hamısını Allah edir. Biz elə bilir gözümüz, biz heç nə deyir o kim düşünürsə bu dünyada bir şey bilir, o kəs lazımı qədər hiçbir şey bilmir. Hər kəs də hər şeyi təyin edən ruhdur və biz onun üçün mövcuduq. Bunu İncil deyir. Həmçinin yazılır, sanmayın Allah buyurur, mən yer üzərinə sülh gətirməyə gəldim. Mən yer üzərinə sülh deyil, qılınc gətirməyə gəldim. Mən atanı oğuldan, qardaşı qardaşdan, qaynananı gəlindən, ananı baladan və s. ilaxır ayırmağa gəldim. Hər kəsin düşməni öz ev əhli olacaq və onlar biri-birini ölmə təslim edəcək. Nankörlük görəcək, qarşı durum olacaq, mal mülk üstündə davaya qalxacaqlar. Bu yazıdır, balın yazısıdır. Əgər bunlar yaşanmasa, bu da yazılır. Peyğəmbərlərin bunların yaşanması gərəkdir deyilən bu yazılar bəs nə ilə öz təsdiqini tapar? Deməli, bu var, yaşanmalıdır, yazılır. Odur ki, bu da yazılır. Sanki başınıza qəribə işlər gəlirmiş kim, sizləri sınağa çəkmək üçün, borclu imtihanlara, bu nankörlükdür, bu qarşı durmadır, bu pisliklərdir. Baxıb təəccüb etməyin, bunları şükürlə qəbul edin. İncənə gördünmü? Bir dəstə insan bizə pislik etmək istədi. Nankörlük eləmək istədilər, efirimizi bağlatmaq istədilər. Biz şükürlə qəbul etdik. Dedim, ya Rəbb, məsləhət sənindir. İstəyirsən bağla, istəyirsən açıq saxla. Hökm səndədir. Gördün, hamısını göndərdi susmağa və efirimizi davam etdirdi danışmağa. Biz yaxşılıqla qalib gəldikmi? Xeyir dua edərək, onlara hörmətlə yanaşaraq, sizi yaradana şükür deyərək, sevgi ilə danışaraq biz qalib gəldik. Sən də belə onlarla belə sənə pislik edir, nankörlük edir, sən sevgi ilə danış, hörmətlə yanaş, hörmətli olasınız, var olasınız, sizi yaradana şükür. Bu sözlərlə sən qəlbini bulandırmadan qalib gələ bilirsən. Yox, nanköru, nankör deyib, pisə pis deyib qəlbini bulandırsan, sən cəza yaşayırsın. Bunun hikməti budur canım. Nasıl?